Gecə klubunda işləyən ana, ona əgər ana demək olarsa, 3-4 aylı uşaqdan imtina etdi. Videoya sonadək baxaq və sonra fikirlərinizi bildirin. Ətraflı məlumatları isə özlərindən eşidək. Nətər oldu gətirdi ki, uşağı sizə? Uşağı mənim elə bir tanıdığım bir qız var. Onun sayəsində belə həmin qızı tanıyıram. Uşağın anasını. Bir gün zəng elədilər ki, uşağı harasa dayıya veribmiş Zığda. O da 3 gündən qalma yeməyi verib uşağı zəhərləyib. Dedi ki, bəs xəstəxanaya apardıq. Sənət olmadığına görə ilkin yardım göstərdilər, amma xəstəxanaya yetişdirmədilər. Götürdü, gəldi mənə. Uşaq mənə gələndə çox çəki cəhətdən çox zəif, çox halsız bir vəziyyətdədir. Yəni gözlərimi belə aça bilmir. Müalicəsini evdə davam elətdirdim, öz evladımın həkiminə apardırdım. Ana da ki, yəni ayda ildə bir dəfə gəlir yanına. Həftədə 10 gündən bir həftədən bir. Məsəl üçün uşağın yeməyinin pulunu deyəndə dava ilə alırdım mən. Bu gün nə qədər yığdım, telefona cavab vermədi, gəlmir. Dünənlərim yığanda müdürü mənə bildirir ki, qadındır müdürü də, gecə klubunda işləyir. Müdürü mənə bildirir ki, müdürü mənə bildirir ki, səslədə, zəngdə gələ bilməz. Deyirəm ki, mən uşağının yanına çağırıram ananı. Siz necə icazə verməyə bilərsiniz ki, ana uşağının yanına gəlməsin? Budur ki, ana gedir salona, dırnağını düzəltdirir, saç qaynağı elətdirir. Mən ona məlumat verəndə ki, uşağın yeməyi yoxdur, uşağının yeməyinə pul göndərmir. Bəli, artıq xarici ölkələrdən nə iyrəncliklər gördürdük, belə şey olmaz deyirdik, bizim ölkəmizdə olur və sayı artır. Ailə dəyərləri məhv olur. Yerini pul, hədiyyə, saxlamaq qarşılığında bir neçə saatlıq və ya günlük, aylıq, dırnaqarası münasibəti həyat tərzinə keçirən qadınların sayı artır. Burada ana qədər ata da günahkardır. Onun kişiliyi olsaydı körpəsini belə qadından dünyaya gətirməzdi və ya gətiribsə ona sahib çıxardı. Qadınların bəziləri elə düşünür ki, kimlə istəyirsə cinsi münasibətdə olmaq, uşaq dünyaya gətirmək, sonra istədiyi zaman imtina etmək azadlıq, müasirlikdir. Xeyr, qadın cəmiyyətin sütunudur. O düzgün yolda olarsa, övladı da düzgün yolda olacaq. Cəmiyyət də o cür formalaşacaq. Bu uşağın taleyi necə olacaq? Əziz izləyicilər, belə ata və anaları necə cəzalandırmaq lazımdır? Ümumiyyətlə, belə halların sayı niyə artır?